Salam müəllimlər, hər vaxtınız xeyir. Demək, dünən WhatsApp qruplarında paylaşdığım 4 sualın izahını verəcəm sizə. Bir məchul tənliklər mövzusuna aid olan suallardır. Birinci sualdan başlayaq. Sol tərəfdə sualı görürsünüz. Demək, sual belədir. X çıx 3-ün üzərində x-in kvadratı minus 8x plus 15 bölünsün 2x çıx 4 bərabər 1. Tənliyin kökləri cəmini tapın. Ümumiyyətlə, bu tip tənliklərdə 2 dənə əsas hala baxırıq. Əgər əsas moduldadırsa 2 hala baxırıq. Birinci hal, əsas 1 olmalıdır ki, nəticə 1 olsun. Bərabər 1 yazsaq, buradan x minus 3 bərabər 1 alınır ki, x1 bərabər 4. Digər tərəfdən x minus 3 bərabər mənfi 1 yazsaq, buradan alınır x2 bərabər 2. İkinci halda isə qüvvət 0 olan halda nəticə 1 ola bilər. O zaman x-in kvadratı minus 8x plus 15 bölünsün. Demək, 2x minus 4 0-a bərabər etsək, birinci halda məxrəc 0-dan fərqli olmalıdır. 2x minus 4 fərqli 0, buradan x fərqlidir 2-dən. Surəti 0 qəbul etsək, buradan da x3 olur 3, Viet teoreminə görə, x4 olur 5. Buranda 15, toplayanda 8. İndi gəlin nəyə diqqət edək? Görək, burada hansılar kökdür? Bax, bu aldığımız 4 cavabın hansı kökdür? Dedik ki, x 2-dən fərqlidir. Bu oldu kənar kök. X 5 olsa, baxın, 5 yox, 3 olsa, əsas olur 0. 3 minus 3 elədir 0. Qüvvət də 0. 0 üstü 0 qeyri-müəyyənlikdir. Yəni, 0 həqiqi kök deyil. Demək, nə qaldı burada? Qaldı 1, 5. Bu kənar kök oldu. Bir də nə qaldı? 4 qaldı. 5 ilə 4. Demək, 2 ilə 3 kənar kök oldu. 4 ilə 5 kökdür. O zaman bizdən köklərin cəmini istəyir. 4 plus 5 bərabər 9. Cavab da oldu D variantı. Keçdik ikinci suala. İkinci sualda deyir ki, A-nın hansı qiymətlərində tənliyin 4 müxtəlif kök var. Öncə tənliyi yazıram. X-in kvadratı minus 4, x plus 1 minus 2 bərabər A-dır. Mən bunu bərabər A üstəgəl 2 kimi yazıram və iki funksiyanın qarşılıqlı vəziyyəti şəklində suala baxıram. Yəni, sol tərəfə bir funksiya kimi baxıram. Sağ tərəfə də ayrı bir funksiya kimi, yəni y bərabər a üstəgəl 2. Biri xətti funksiyadır, biri modul daxilində kvadratik funksiya. Önəmli olan burada sol tərəfi biraz sadələşdirib qrafikini qurmaq. Y bərabərdir, modul daxilində x minus 2-nin kvadratı minus 3 yazsaq, bəli, açılışı zamanı x kvadrat minus 4x plus 1 alırıq. İndi bu təpə nöqtələri ilə verilmiş kvadratik funksiyadır. Bax, bu modulun içi. Bunun təpə nöqtəsinin koordinatları x-i 2-dir, y-i mənfi 3-dür. Bura əla. Gəlin qrafik üzərində bunu göstərək. Diqqətlə baxaq bu suala. Qrafik üzərində bunu göstərsək, təpə nöqtə 2, deyək ki, bura. 1, 2, 3 də bura, mənfi 3 də bura. Demək, 2-3 nöqtəsini qurduq. Qrafiki sxematik olaraq qursaq, qrafik belə bir qrafikdir. Belə bir qrafikdir. İndi nəyə diqqət edin? Funksiyamız modulun daxilindədir deyə. X oxunun aşağısındakı hissə, aydın məsələdir ki, X oxunun aşağısındakı hissə aşmalıdır mütləq yuxarı. Olacaq belə. Yəni, x oxunun aşağısındakı hissə aşacaq yuxarı, simmetrik olaraq əlbəttə ki, burada mənfi 3 isə yuxarıda, bax, bura olacaq 3. Yəni, 2 mənfi 3 yuxarı çevriləndə olacaq 2, 3 nöqtəsi. Bəli. Və qrafiki bu hissəsini silirəm. Demək, bizim qrafik modul daxilində olduğuna görə qrafikimiz oldu belə. Bura qədər əla. İndi keçək y bərabər a üstəgəl 2 düz xəttinə. Bu sabit funksiyadır. Y bərabər a üstəgəl 2 xətti a çünki parametrdir. 4 müxtəlif kök olması üçün mütləq şəkildə a üstəgəl 2 xətti, yəni əlbəttə bilirik ki, x oxuna paralel xətti. Mütləq şəkildə belə 0-3-ün arasından keçməlidir ki, bu şəkildə 4 müxtəlif nöqtədə kəsə bilsin qrafiki və 4 müxtəlif kökü olsun. Yəni 0-la, yəni x oxu ilə
x bərabər 0 xətti ilə, daha doğrusu y bərabər 0 xətti ilə 3-ün arasından mütləq şəkildə belə keçməlidir. İndi riyazi olaraq yazsaq bunu, demək, bax bu y bərabər a üstəgəl 2 xətti üçün a üstəgəl 2 0-dan böyük olmalıdır, mütləq 3-dən kiçik olmalıdır. Hər tərəfdən 2 çıxsaq, onda nə olacaq? Olacaq mənfi 2, 0-dan 2 çıxanda mənfi 2, kiçikdir a-dan, o da kiçikdir 3-dən 2 çıxanda 1. Demək, nəticə olacaq mənfi 2-dən 1-ə. Cavab nə oldu? Mənfi 2-dən 1-ə C variantı. Demək, A-nın mənfi 2-dən 1-ə qədər qiymətlərində, yəni bu intervaldakı qiymətlərində funksiya tənliyimizin 4 müxtəlif kökü olacaq. Keçdik 3-cü sualımıza. 3-cü sualda buna bənzər sualdır. Diqqət etsiniz, deyir, M-in hansı qiymətində tənliyin 3 müxtəlif kökü var? Bu zaman moduldakı o 2-ni mən çıxardıram kənara. 2-ni kənara çıxardıram. Modulun içində qalır x-in kvadratı minus 4x. Bərabərdir. M-i də sağa atıram. M üstəgəl 3. Hər tərəfi 2-yə bölürəm. Modul daxilində x kvadrat minus 4x bərabərdir. M üstəgəl 3 bölünsün 2. Əla. İndi yenə biraz əvvəl kimi sol tərəfə bir funksiya kimi, sağ tərəfə də ayrı bir funksiya kimi baxıram. M plus 3 bölünsün 2 və bu sola 2 funksiyanın qarşılığı vəziyyətində baxacaq. Y bərabərdir. Modul daxilində x kvadrat minus 4x yazıram. X minus 2-nin kvadratı minus 4 və bunun da təpə nöqtəsi 2 mənfi 4 olan, demək, parabola kimi baxsaq buna, bunun qrafikini qursaq, 2 mənfi 4 hara düşür? Bax, deyək ki, 2 bura, mənfi 4 də təxminin olsun bura, mənfi 4 və təpə nöqtəni qurduq, parabolanın əyilmə nöqtəsini qurduq, sıfırları 0-la 4-dür. Təxminən, bax, belə bir qrafik, bax, belə bir qrafikdir. Belə bir qrafik. Bura 4-dür, burada 0-dır. İndi bu x oxunun altındakı hissə, dedik ki, simmetrik olaraq mütləq aşmalıdır yuxarı. Çünki bunun səbəbi odur ki, modul daxili funksiyalarda qrafik x oxunun altını keçmir. Yəni, x oxunun yuxarısında olmalıdır. Ona görə x oxunun altındakı hissə simmetrik keçir yuxarı. Bunu sildik burasını. Demək, qrafikimiz oldu bu şəkildə. Əla. Biraz əvvəlki kimi, bax, burada əlbəttə ki, 4 nöqtəsidir. Biraz əvvəlki kimi, demək, 3 müxtəlif həlli olması üçün y bərabərdir m üstəgəl 3 bölünsün 2 xətdir. Elə bir nöqtədən keçməlidir ki, qrafiki 3 müxtəlif nöqtədə kəssin. Bu da yalnız bax, bu əyilmə nöqtəsidir. Yəni, y bərabər m üstəgəl 3 bölünsün 2 xətdir. Tam olaraq buradan keçməlidir ki, neynəsin? Qrafikə bax, bir nöqtədə toxunur, 2 nöqtədə kəsir. Biri bura, biri bura, biri də bura. Bax, bu əyilmə nöqtəsindən mütləq keçməlidir. Onda m üstəgəl 3 bölünsün 2 bərabər olmalıdır. Əyilmə nöqtəsinin koordinatı 4-dür. Buradan m üstəgəl 3 bərabər 8, m də bərabər olur neçəyə? 5-ə. Demək, m-in 5 qiymətində bizim tənliyimizin 3 müxtəlif kökü olacaq. Cavab da oldu D variantı. Əla, davam edirik. Növbəti keçdik 4-cü suala. Bu bizim sonuncu sualımızdır. 4-cü suala baxaq. 4-dədir A-nın hansı qiymətlərində tənliyim 4 müxtəlif kökü var. Biraz əvvəlki suala bənzəyir, amma biraz da ondan fərqli yanaşma olacaq. Əslində, dediyim kimi, bənzəyir. Sadəcə, burada ümumi görünüşdə biraz fərq var. X sadəcə dəyişən moduldadır. X moduldadır, ümumi ifadə modulda deyil. İndi biz birinci halda, gəlin belə edək, x kvadrat minus 4 modul x bərabər olsun, 1 minus a yazaq. Sonra sol tərəfdəki funksiyaya bir baxaq biz. Sol tərəfdəki funksiyaya bir baxaq. Yəni, y bərabər x kvadrat minus 4 modul x-ə bir baxaq. Y bərabər 1 minus a-ya bir baxaq. İndi burada modulu açmaq üçün 2 dənə hala baxacaq. Birinci halda x kiçik 0 qəbul edək. O zaman y bərabər olacaq x kvadratı plus 4x. Modulu açanda müsbət olacaq. Yəni, 2 mənfiyə görə. Bu da x plus 2-nin kvadratı minus 4-dür. Təpə nöqtə mənfi 2 ilə mənfi 4-dür.
X eğer sıfırdan böyük olsa, o zaman tənlik belə olur. Y bərabər funksiya belə olur. X kvadrat minus 4x. Bu da x minus 2'nin kvadratı minus 4'tür. Təpə nöqtə olur. 2 ilə mənfi 4. Gəlin indi bax bu verilənlərə görə, bax bu yazdıqlarımıza görə burada qrafiki quraq. X oxu, Y oxu. X-in sıfırdan kiçik qiymətlərinə baxaq. Yəni Y oxunun soluna baxaq. Təpə nöqtə nədir? Mənfi 2, 4'tür. Mənfi 2, 4'ü bura. Təxminən mənfi 2 bura. Mənfi 4 də bura. Əyilmə nöqtə düşdü bura. Demək, parabolanın sol qolu belədir. Sıfırları da demək x kvadrat plus 4x olduğuna görə mənfi 4 ilə 0 olacaq. Demək, gələcək bu bir qolu sıfıra qədər gələcək, sıfırda dayanacaq. Çünki x kiçik 0 yazmışıq. Sıfırı sıfırdan demək keçməyəcək saat. Keçsə çünki x sıfırdan böyük olur. Keçirəm qrafikin, yəni funksiyanın ikinci hissəsinə. Təpə nöqtə 2 ilə mənfi 4'dür. Bu zaman göstərirəm 2 ilə mənfi 4'dür. Bura mənfi 4, bura 2. X sıfırdan böyükdür. Parabolanın sağ qolu gəldi buradan, getdi sıfırdan böyük. Yəni burada dayanacaq artıq. Burada dayanacaq. Çünki sol tərəfə keçsə x sıfırdan böyük yox, kiçik olur. Demək, qrafikimiz oldu bu şəkildə. Əla. Qrafikimiz hazır. Qaldı digər xətt. Y bərabər 1 minus A xətti. Bizdən soruşub 4 müxtəlif kök. 4 müxtəlif kök olması üçün Y bərabər 1 minus A xətti mütləq qrafiki bax bu şəkildə kəsməlidir ki, 4 nöqtədə kəsə bilsin və nəticədə tənliyimizin 4 müxtəlif kökü olsun. Aha, əla. Demək, o 1 minus A xətti harada yerləşməlidir? 1 minus A xətti mənfi 4'dən yuxarıda yerləşməlidir. Sıfırdan aşağıda yerləşməlidir ki, qrafiki 4 müxtəlif nöqtədə kəssin və 4 həll olsun. Hər tərəfdən 1 çıxaq. Mənfi 5 kiçikdir, mənfi A kiçikdir, mənfi 1. Mənfiyə vuraq. 1 kiçikdir, A kiçikdir 5. Demək, A harada yerləşməlidir? A 1-5 intervalında. Demək, cavabımız olacaq 1-5 intervalı, yəni B variantı. Belə, ümid edirəm ki, faydalı oldu sizin üçün. Sağ olun, növbəti izahlarda görüşənədək hələlik.